Resulullah Aleyhisselatü Vesselam gerek kıymetlerini anlatmak için, gerek ilk Müslümanların faziletini ortaya koymak için imanda öncü olanları müjdelemiştir. Onlar da 10 sahabidir. 10 sahabinin 4'ü ilk halifedir. Hazreti Ebu Bekir radıyallahu anh, Hazreti Ömer radıyallahu anh, Hazreti Osman radıyallahu anh, Hazreti Ali radıyallahu anh, sonra Abdurrahman bin Avf, Sa'd bin Ebi Vakkas, Zübeyir bin Avvam, Talha bin Ubeydullah, Ebu Ubeyde bin Cerrah ve Said bin Zeyd, Hazreti Ömer'in eniştesi, kız kardeşinin eşi. Said bin, hani Kur'an okurken Hazreti Ömer baskın yaptı ya onlara. Said bin Zeyd. Sonuncuda bu 10 kişi var ki cennetliktir dedi Peygamber Efendimiz. Yani bu insanlar çok kıymetli. Eşitdiyiniz bu hədisə Sünni alimləri, Vahabi alimləri istinad eləyir və Əbu Bəkirə, Ömərə, Osmana, Təlhəyə, Zübeyrə və digərlərinə haqq qazandırırlar. Bu hədisin adı nədir? Bu hədisin işgalları nədir? Doğrudan da Peyğəmbərimiz sallallahu aleyhi və səlləm belə bir sözləri buyurmuşdur bunların haqqında. Yoxsa qondarma və cəhl olunmuş yalan bir sözlərdir ki, Sünnilərin alimləri, Vahabilərin alimləri uydurublar o adamların haqqında. Bu fəzilətlər ki, toxuyublar bu Sünnilər, Vahabilər və o Əbu Bəkirə, Ömərə, Osmana, nə bilim, Təlhəyə, Zübeyrə, Muaviyyəyə, bunların hamısı çirkin bir siyasətdən xəbər verir ki, Əhl-i-Beyt əleyhimussalamın qarşısındadır. Deməli, əzizlər, bunlar ki, belə yalan fəzilətlər toxuyurlar o adamların haqqında, Əhl-i-Beyt əleyhimussalamın istəyirlər ki, gətirsinlər məqamını aşağı, bunları da onlardan taraz görsünlər. Hətta gətirib Əbu Bəkri, Öməri, Osmanı Həzrət Əli əleyhissalamdan, Əmir əl-Möminindən yuxarı tuturlar. Yəni, bu dərəcədə bunlar cəsarət eləyiblər Həzrət Əli əleyhissalamın məqamına. Əzizlər, bu hədis neçə cəhətdən işgalı vardı. Birinci cəhət ki, Qur'an-ı Kərimlə ziddiyyət eləyir. Birincisi, Qur'an-ı Kərimdə Allah təbarəkə və Teala Nisa surəsində 93-cü ayədə belə buyurur. Bismillahirrahmanirrahim. Və mən yəqtul mu'minən mutəammidən fəcəzəuhu cəhənnəmu xalidən fiyhə və qaziballahu aleyhi və la'anahu və a'addə lehu əzəbən azimə. Allah təbarəkə və Teala buyurur ki, hər bir kəs bir mümini əmdən, yəni bilə-bilə öldürə, onun yeri cəhənnəmdir. Onun cəzası cəhənnəmdir. Və əbədi qalacaq cəhənnəmdə və qaziballahu aleyhi və Allah təbarəkə və Teala ona qəzəb eləyir və lə'ənəhu və ona lənət eləyir və a'addə lehu əzabən azim. Onun üçün ən böyük əzablar hazırlaşır orada. Mən sual verirəm o adamlar ki, bu hədisə istinad edirlər. Deyirlər ki, cənnətlə müjdələnən 10 sahabə. Sualım sizlərə budur. Təlhə və Zübeyir Həzrəti Əli əleyhissalamın qarşısında dayandı. Birincisi imamın əleyhinə çıxdı. Bir günah orada. İkincisi, nə qədər onların o döyüşündə, Cəməl döyüşündəki Təlhə, Zübeyir, Ayşə o döyüşü qurdu orada, nə qədər müsəlman öldü. Təlhə və Zübeyir bilirdi ki, Həzrət Əli əleyhissalam xəlifədir. Bilirdilər ki, Həzrət Peyğəmbərimiz Həzrət Əli əleyhissalamın haqqında buyurubdur. Əliyyun mə'əl haqq vəl haqqu mə'əli. Əli haqq ilədir, haqq da Əli ilədir. Sizi and verirəm Allahın izzətinə. Gedin sünni qaynaqların açın baxın. Sünni mənbələrinə, Vahabilərin mənbələrinə, kitablarına. Gedin açın baxın. Görün Peyğəmbərimizdən nə qədər hədislər bax bu cür gəlibdi Həzrət Əli əleyhissalamın haqqında. Peyğəmbərimiz buyurubdu. Əliyyun mə'əl haqq vəl haqqu mə'əli. Əli haqq ilədir, haqq da Əli ilə. Əliyyun mə'əl Qur'an vəl Qur'an mə'əli. Əli Qur'an ilədir, Qur'anda Əli ilə. İnni tərəktu fikum səqələyn. Mən sizin yanınızda iki səqələyn, iki dəyərli şeylər buraxıram. Əvvəluhuma kitaballah və o birisi də itrəti Əhl-i-Beyti və ikincisi də Əhl-i-Beytin itrətimdir. Gedin baxın görün sünni kitablarında bəyəm yazmayıbdır ki, Peyğəmbərimiz buyurubdur. Mən əta Əliyyən fəqət ətaəni. Hər kəs Əli əleyhissalamı itaat eləsə, məni itaat eləyib və hər kəs məni itaat eləsə, Allah itaat eləyib. Gedin baxın, oxuyun. Məgər Peyğəmbərimiz buyurmuyubdur ki, ya Əli hərbuke hərbi və silmuke silmi. Sənin döyüşün, sənin müharibən mənim müharibəmdir və sənin dostluğun, sülhün mənim sülhümdür. Mənim dostluğumdur. Bu hədislər ola-ola, belə bir nəs və sərih hədislər ola-ola, səhih yollarla gəlmiş hədislər ola-ola, siz necə yalan bir sözləri qondarırsınız bura? Necə yalan sözləri burada cəl eləyib və deyirsiniz ki, Əbu Bəkir, Ömər, Osman, Təlhə, Zübeyir, nə bilim kim, bunlar hamısı cənnətdədir. Axı Təlhə, Zübeyir, Ayşə Cəməl döyüşündə ən azı yazırlar ki, 2500 dənə, 6000-ə qədər yazırlar. Hətta cəmi yazırlar 25.000 nəfərə yaxın Cəməl döyüşündə müsəlman qırıldı. İndi Peyğəmbərimiz gəlib burada boş bir çek yazır
və verir ki, ey Təlhə, ey Zübeyir, nə oyunuz vardı, çıxardın, siz cənnətliksiniz. Ey Əbu Bəkir, ey Ömər, siz gedin mənim qızım Zəhranı öldürün, mənim vəzirimin, xəlifəmin xilafətini qəsb eləyin, siz cənnətliksiniz. Məndən sonra siz dinə bidətlər daxil eləyin, siz cənnətliksiniz. Osman ibn Əffan gəlirdi, mürtədd olmuş insanları hakimiyyətə gətirirdi. Muaviyyət ibn Əbi Süfyan Bəni Üməyyənin kökünü hökumətə gətirən, hakimiyyətə gətirən Osman ibn Əffan oldu. Əzizlər, Qur'an-ı Kərimdə şəcəri məlunə, lənətlənmiş ağac ki keçir, onlar Bəni Üməyyədir. Həmən lənətlənmiş ağacın kökünü hökumətə açan, İslam dininin üzərinə açan bu Osman ibn Əffan olubdu. Millətin malını yeyən, beytül malı qarət eləyən Osman ibn Əffan olubdu. Dindən çıxmış insanları Osman ibn Əffan gətirdi hökumətə, hakimiyyət verdi onlara. İndi siz deyirsiniz ki, Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi və səlləm boş bir şey yazır elə bil verir bunlara, deyir ki, nə oyunuz vardı çıxardın, siz cənnətlə müjdələnibsiniz. Əbdürrahman ibn Avf həmən adam idi ki, Həzrəti Əli əleyhissalama qılınc çəkdi və dedi ki, sən gərək Ömər ilə beyət eləyəsən. Və ondan sonra döndü Osmana tərəf. Bir müddətdən sonra durdu Osmanın əleyhinə və Osman onu münafiq xitab elədi. Təlhə ilə Zübeyir həmən şəxslərdən idi ki, fitva verdi, Osmanı öldürün. Necə oldu? Ölən də, öldürülən də hamısı cənnətə gedir. Həzrət Əli əleyhissalam hamı bilir ki, Cəməl döyüşündə, Siffeyn döyüşündə bunların hamısında haqq Əli əleyhissalamla idi. İndi siz deyirsiniz ki, Təlhə ilə Zübeyir ki, o oyunları çıxartdı, minlərlə müsəlmanın qətlinə səbəb oldu. Deyirsiniz ki, onlar heç bir hesabsız, haqsız, hesabsız bunlar gedəcək cənnətə. Olsun elə haqlı, hesablı. Belə bir şey ola bilməz ki, həm ölən, həm öldürən cənnətə getsin. Hamı bilirdi orada Əli əleyhissalam haqlıdır. Haqq Əli əleyhissalamladır. Nə üçün bu sünnilər, bu vəhabilər bu yalan qondarma fəzilətləri düzəldirlər? Çox məlumdur, aydın bir məsələdir. Bunlar Əhl-i Beyt əleyhimussalamın istəyirlər ki, fəzilətini gətirsinlər aşağı. Sünnilərin çirkin siyasətinə baxın. Həzrət Əli əleyhissalamın adını da daxil ediblər buna, bu 10 nəfərin içinə. Şiələr deməsin ki, haqqı axtaranlar deməsinlər ki, bəli, Əbu Bəkir, Ömər, Osman bidətlər dinə daxil etdi. Nə bilim, Təlhə, Zübeyir o oyunlardan çıxdı, Əbdürrahman o oyundan çıxdı. Bəs nə cür oldu? Deyəcəklər ki, Əli əleyhissalam da var da bunun içində. Və qəbul etmirsən bu hədisi. Yəni, bunlar bu cür gəliblər, burada siyasət işlədiblər və Həzrət Əli əleyhissalamın adından su istifadə ediblər. Həmçinin, əzizlər, bu hədisin digər problemləri də vardır. Məsələn, nə cür olur ki, təkcə bu 10 nəfəri Peyğəmbərimiz cənnət əhlindən bilir. Bəs Səlman o boyda, o əzəmətlikə Səlman, Əbu Zər, Əmmar, Bilal, Həmzə, Abbas, bəs bunlar hara getdi? Bəs Həzrəti Zəhra hara getdi? Bəs Həzrəti Xədicə hara getdi? Bəs bunlar nə oldu? Bunlar niyə xaric olubdu bu 10 nəfərdən? Yəni bu 10 nəfərin içində deyirlər bunlar. Yəni bu hədisi elə düzəldiblər ki, ancaq siyasi adamlar olsun içində və sonraki, məsələn 1400 ildən sonra biz ki gəlib bu hədisə işgal eləyirik, desinlər ki, yox, burada Əli əleyhissalam da vardı. Ancaq siyasi adamları salıblar bu 10 nəfərin içinə, ta ki buna xətkə varid olmasın, ta ki buna işgal tutulmasın. Əli əleyhissalamı ona görə varid eləyiblər ora. Ondan da sonra Əbu Ubeydə kimi adamlar da vardı bu hədisin içində. Deyir ki, Əbu Ubeydə də bu 10 nəfərin biri idi. Əbu Ubeydə həmən adam idi ki, Usamənin ordusundan təxəllüf elədi. Və Həzrət Peyğəmbərimiz də buyurmuşdur ki, Allah lənət eləsin o kəs ki, Usamənin ordusundan təxəllüf eləyib və qaydacaq şəhərə. Onları lənət eləmişdir. Əbu Ubeydə özü lənətlənmiş adamın biridir. Dediyim kimi bu hədisin mətnləri də bir-birinə uyğun gəlmir. Məsələn, əzizlər, Sünən Əbi Davudda təhqiqin edən Muhammed Mühyiddin Əbdülhəmid olubdur. 4-cü cildində Kitab-ı Sünnə bölməsində 211-ci səhifə 4649-cu hədisdə deyir ki, Allahın Rəsulu güya belə buyurubdur ki, Əşərətun fil cənnə, 10 nəfər cənnətdədir. Ən-nəbiyyü fil cənnə. Yəni mən cənnətdəyəm, Peyğəmbər cənnətdədir. Əbu Bəkir, Ömər, Osman, Əli, Təlhə, Zübeyir və Səd ibn Malik, Əbdürrahman ibn Avf və Səid ibn Zeyd bunların hamısı cənnətdədir. İndi isə gəlin digər kitaba. Əl-Cəmiul Kəbir, Tirmizinin kitabı, 6-cı cildində Darul Qərbil İslamidə 1-ci növbədə 1996-cı ildə çap olunubdur. 101-ci səhifəsində 3748-ci hədisdə belə deyir ki, Allahın Rəsulu sallallahu aleyhi və səlləm belə buyurubdur. Əşəratun fil cənnə. Diqqət eləyin, deyir ki, 10 nəfər cənnətdədir. Əbu Bəkir, Ömər, Osman, Əli, Zübeyir, Təlhə, Əbdürrahman, Əbu Ubeydə, Səd ibn Əbi Vəqqas və Səid ibn Zeyd. Burada bir şey var da.
Necə oldu bəs? Bu hədisdə o peyğəmbər yoxdur. Keçən kitabda, Sünən-i Əbi Davudda, Sünn kitabında həmən hədisdə deyir ki, peyğəmbər də cənnətdədir. Amma burada peyğəmbəri siliblər. Peyğəmbər adından bir şey yoxdur. Əbu Ubeydə o hədisdə yox idi, amma bu hədisdə vardı. Nə cür oldu bəs? Hətta digər kitablarında sünnilərin, məsələn, Əl-İstiab İbn Əbdülbərridə peyğəmbəri yenə də orada siliblər və Əbdullah ibn Məsudu gətiriblər ora. Həmən 10 nəfər ki, müjdələnibdir cənnətə. Sonra Ət-Təbəqatul Kəbirdə deyirlər ki, 10-cu nəfər Əbdullah ibn Salamdır. Deməli, əzizlər, Əbdullah ibn Salamdan Səhih Buxaridə diqqət eləyin, Səhih Buxariyə. Səhih Buxari özü rədd eləyir, yəni bu hədisə. Deməli, Bab-ı Mənaqibi Əbdullah ibn Salamda 3812-ci hədisdə deyir ki, "Ma sami'tun Nəbi sallallahu alayhi və səlləm yəqulul əhədin yemşi aləl-ərz innehu min əhlil cənnə." Səd ibn Əbi Vaqqas həmin adamlardandır ki, həmin hədisdə keçmişdi adı. Bu özü etiraf edir, deyir ki, mən Allahın Rəsulundan eşitmədim ki, yer üzündə yeriyən adamların birinə deyək ki, sən cənnət əhlisən, sən cənnət əhlindənsən, məgər Abdullah ibn Salamdan başqa. Yəni, təkcə Abdullah ibn Salama deyibdir Peyğəmbərimiz ki, sən cənnət əhlindənsən. Bəs, nə cür oldu bu 10 nəfərin cənnətlə müjdələnməki hardadır? Səhih Buxari özü bu hədisdə rədd edir. Deyir ki, belə bir şey yoxdur. Ondan əlavə, əzizlər, biz bu sünnilərlə, vəhabilərlə bəhs eləyəndə, məsələn, bir hədis üstə deyirlər ki, yox, biz bunu qəbul etmirik, çünki Səhih Buxaridə, Səhih Müslimdə yoxdur. Əgər sizin metodunuzla, sizin əqidənizlə getsək qabağa, o zaman nə Səhih Buxaridə, nə Səhih Müslimdə cənnətlə müjdələnən 10 sahabədən söz keçmir. Belə bir hədis keçmir orada. Ona görə də, əziz müsəlmanlar, bu hədisdə keçən hədislər ki, videolarını çəkmişdik, sübutlar etmişdik sünnilərin kitablarından, o hədislər kimi yanlış bir hədisdir, yalan və qondarma bir hədisdir. Batil bir şeydir ki, bu sünnilər, vəhabilər ona istinad edir.